Məktəblərdə dərs və fasilə müddətinin optimallaşdırılması şagirdlərin diqqətini, öyrənmə keyfiyyətini və ümumi nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Tədqiqatlar göstərir ki, şagirdin diqqəti 45 dəqiqəlik dərs müddətində tədricən azalır və fasilələrdə bərpa olunur. Təhsil zamanı Milli Aza istinadən xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. Təhsil eksperti bildirib ki, Amerika Birləşmiş Ştatlarında aparılan araşdırmalara görə dərs zamanı şagirdlərin diqqəti dalğavari şəkildə enib-qalxır, eyni zamanda psixologiya üzrə geniş miqyaslı meta təhlillər, yəni öyrənmənin qısa bloklara bölünməsinin daha effektiv olduğunu sübut edir. Başqa bir araşdırmada isə Pellengri 2008 qeyd edir ki, fasilələr öyrənməni paylayır və idraki gücləndirir, fiziki aktivlik də önəm daşıyır. Mahar 2006 və digər tədqiqatçılar göstərir ki, qısa hərəkət fasilələri şagirdlərin dərsə fokuslanmasını və intizamını artırır. Bu model artıq dünyanın bir çox inkişaf etmiş təhsil sistemlərində tətbiq olunur. Məsələn, Finlandiyada dərslər 45 dəqiqə, fasilələr isə 15 dəqiqə davam edir. Mütəxəssislər bu yanaşmanın öyrənmə keyfiyyətini artırdığını vurğulayırlar. Təhsil eksperti Kamran Əsədov qeyd edir ki, dərs və fasilələrin 40+10 dəqiqəlik nisbətdə təşkili daha çox fokuslanma, sağlam sinif mühiti və yüksək təhsil nəticələri deməkdir.